Zoologiyadan onurğalı heyvanların çiyin qurşağında olan sümük sayından dəhşət çox sual düşür. İndi bunu qısa bir halda sizin üçün söyləmək istəyirəm. Qurbağanın çiyin qurşağında 2 kürək, 2 körpücük, 2 qarğa və 1 ədəd döş sümüyü olur. Sürünənlərdə, quşlarda, ilk məməlilərdə isə 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü olur. Məməlilərə gəldikdə isə itin çiyin qurşağında yalnız 2 kürək sümüyü olur, körpücük olmur. Bunu belə yadda saxlaya bilərsiniz. İt körpüyə çıxmaz. Nə dəxli var? Heç bir dəxli yoxdur, amma yadda saxlasanız itdə körpücük sümüyü olmadığını biləcəksiniz. Yarasalarda, primatlarda və təbii ki biz insanlarda, biz də primatlar dəstəsinə aidik, 2 kürək, 2 körpücük sümüyü olacaq. Bayaq söylədiyim kimi ilk məməlilərdə, yəni ördək burun və yexidnada isə 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü olacaq. Bir şey yadda saxlayın ki, qurbağada çiyin qurşağına 4 növ 7 ədəd sümüyü aiddir. Və quşun çiyin qurşağına aid olan sümüklərdən körpücük sümükləri öndə birləşərək çəngəl sümüyü yaradır. Biz insanda məsəl üçün körpücük öndə döş sümüyü ilə birləşirdi. Quşlarda isə bir-biri ilə birləşib çəngəl sümüyü yaradır. Və quşun qarğa sümükləri onun döş sümüyü ilə birləşmə yaradır. Bu heyvanların hansında ilk dəfə olaraq döş qəfəsi əmələ gəlmişdir?